Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Ama ba'd. Kardeşler, hamınız bacardığınız qədər dəvət etməyə çalışmalısınız. Hər bir müsəlmanın üzərində fardu ayn şəklində olan məsələlərdəndir dəvət məsələsi. Hər kəs, hər bir müsəlman dəvətlə məşğul olmalıdır. Və bu dəvətin mərhələləri var. Hələ öz elminə görə, öz savadına görə üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Əksi təqdirdə qiyamət günü hesaba çəkiləcək. Dəvətdə ilk öncə özündən başlamalısan. Birinci budur. İlk öncə özünü islah eləyinə. Öyrəndiyin elmi özün əməl etməyə çalışqınla. İnsan bəzən ayaq sürüşkənliklərinə uğrayır, bəzən unudur, əməl etmir, bəzən unutmaraqdan, iman zəifliyindən əməl etmir. Lakin mömin ilərləyir, bəzən də geriyə çəkilir. Bəzən ilərləyir, bəzən arxaya çəkilir. Və bu haldır, möminin halıdır. Necə ki, Əhl-i Sünnə vəl Cəmaənin etiqadıdır ki, salih əməllərlə iman artır, günahlarla isə iman azalır. Bu baxımdan, qardaşlar, çalışqınla daima özünü islah etkinlə. Birinci növbədə budur. Əgər dəvətçi olmaq istəyirsənsə və yaxud da üzərinə düşən dəvət məsuliyyətini gözəl şəkildə əda etmək, yerinə yetirmək istəyirsənsə, ilk öncə özünü islah etkinlə. İstəyirsən, ailəndən, belə deyək, ilk öncə dəvətə, özünü islah etdikdən sonra ailəndən başlayırsan dəvətə. Öz ailəndən başlayırsan dəvətə. Bu o demək deyil ki, ailən hamısı İslamda sabit olana kimi başqalarını çağırmamalısan. Bu o demək deyil. Sən üzərinə düşən vəzifəni hər yerdə edirsən, lakin ən çox çalışırsan ailən hidayət üçün. Birinci növbədə budur. Sonra başqalarını. Ona görə əgər bir kişi ailəsində istəyirsə ki, anası, atası dinə sarılsın, dindar olsun və yaxud da zövcəsi dindar olsun, övladları dindar olsun, ona lazımdır ki, özünü ailədə birinci növbədə islah etsin. Və özünün etmədiyi şeyi ailəsinə gəlib danışmasın. Çünki əksi təqdirdə o insanın güvəni itəcək elə ailəsində. Əgər bir adam zövcəsinə hicabı başa salmaq istəyirsə, hicabı öyrətmək istəyirsə, zövcəsinə hicab geyindirmək istəyirsə, gərək o kişi qadına xəyanət etməsin. Çünki qadın görsə ki, kişisi ona xəyanət edir, onun danışığının heç bir şeyinə əhəmiyyət verməyəcək. Dili ilə deməsə də, qadının qəlbində bu kişinin yeri bir yalançı şəxsiyyət kimi olacaq. Əgər sən naməhrəmlərə baxsan və ailən bilsə ki, sən naməhrəmlərdən gözünü çəkmirsən, naməhrəm qadınlarla danışırsan, onlara baxırsan, onlarla tanış olursan, deyib gülürsən, halal olmayan məqamlarda olursan, sən zövcən heç vaxt sən sözünə qulaq asmayacaq. Sən evdə islahçı ola bilməyəcəksən. Əgər bir valideyn, bir ata gəlib evdə övladlarının yanında siqaret çəkərsə, övladlarının yanında oturub əxlaqsız və tərbiyəsiz kinolara baxarsa və yaxud da övladlarının yanında hər hansı bir günahlarla, zahiri günahlar edərsə, bu kişi heç vaxt öz övladını tərbiyə edə bilməyəcək. Nə də edə bilməz. Nə üçün, qardaşlar? Çünki ailənin xüsusi şəkildə, ümumi şəkildə insanların gözü tərəzidir. Onlar baxırlar, görürlər və ona görə də
qiymət verirlər. Əgər övlad tərbiyəsi, ailə tərbiyəsi istəyirsənsə, gərək olar sənin danışdığın şeyin əksini etməyini görməyələr. Görsələr, sən dəvətçi ola bilməyəcəksən. Ona görə əksər hallarda bəzi qardaşlar var, şikayət edirlər ki, mən uzun müddətdir evlənmişəm, zövcəm hələm namaz qılmır. Uzun müddətdir evlənmişəm, zövcəm hələm hicab bağlamır. Uzun müddətdir evlənmişəm, bizim aramızda bu problemlər var. Və sanki bu qınamaq istəyir ki, zövcəsi dini sevmir. Biz bu ittihamı etməzdən qabaq, bu zənnə qapanmazdan qabaq, bu fikri ortaya qoymazdan qabaq, lazımdır ki, sən öz borcunu, öz öhdənə düşəni düşünəsən ki, görəsən sən bunu yerinə yetirirsən, yoxsa yox. Sən qadının yanında, belə deyək, loruca, qrexin var, nöqsanın var, yoxsa yox. Bunu keçən dəfələrdə də danışdım. Bəzilərinizin tanıdığı bir qardaş var aramızda. Bu qardaş gəlirdi mənim yanıma, zövcəsinin namaz qılmadığına görə onu boşamaq istədiyini deyirdim ha. Deyirdi, namaz qılmır, mən 5 ildir evliyəm, namaz qılmır, boşamaq istəyirəm. Deyir, mən namaz qılmayan qadınla yaşamağa içim xoş deyil, rahat deyiləm. Fikirləşirdim. Bəlkə bir məxrəc var, bəlkə bir çıxış var, bəlkə bir yol var. Necə eləyək ki, bir müsəlmanın ailəsi dağılmasın, bir müsəlman bədbəxt olmasın və çətin bir məqamlar yaşayırdıq bu anlarda. Birdən belə bir qərara gəldim ki, bu qardaşla bir səfərdə olum. Bu qardaşla səfərə çıxım və bu qardaşı, bilirsiniz, adamı səfərdə tanımaq mümkündür. Bəlkə başqa məsələ var ortada. Bu qardaşlar, bir həftəlik səfərdə oldum. Gecə gündüz bərabər səfərdə idik. Və bu qardaşın ibadətlərdə böyük zəifliyini gördüm. Səhər namazına tutub zorla otuzdurmasan, zorla durğuzmasan durmurdu. Səhər namazına qaldırmaq olmurdu. Bu birinci nöqtə. Mənə bəlli oldu ki, evdə bunun bir yanlışlığı, nöqsanı var, o da evdə deyəsən sabah namazı qılmır vaxtında. Bu bir nöqtəni öz nəzərimdə saxladım. İkinci növbədə gördüm ki, bu ara bir və tez-tez məndən yanımda olur və tualetə gedir. Tez-tez tualetə getmək istəyir və bu təbiidir. Lakin biraz məndə şübhə oyatdı. Niyə gedir deyə? Və kəşf olundu ki, sigaret də çəkir. Ona görə tez-tez gedir bu. Və bəzi məclislərdə iştirak elədik, elm məclislərində otmağa əziyyət çəkirdi. Çünki bir saatdan çox elm məclis uzansa, sigaret çəkmək istəyirdi, çıxmağa bəhanə axtarırdı və çıxa da bilmirdi, ona görə də məclislərdə iştirak etmək istəmirdi. Və sonra bu səfər əsnasında başqa bir şeylə qarşılaşdım. Gördüm ki, telefonunu çox qurdalayır. Mesaj yazır, mesaj götürür və s. kimi şeylər. Hansı ki, biz onunla bir qardaş kimi, bir dost kimi uzun bir müddət dost olmuşuq əvvəllərdən. Lakin bunun bu həqiqətləri mən bir həftəlik səfərin içində bunları kəşf elədim. Və aramızda da biraz səmimiyyət var idi. Soruşanda da yalan danışmırdı. Çox zamanlar, belə deyim, bəzən atırdı məni. Dedim ki, əgər olarsa, bəlkə bir telefonuna baxam. Gördüm ki, qoymur. Yaşda məndən balacadır. Dedim, bir böyük qardaşın kimi, bəlkə bir telefonuna nəzər salam, görəm şəkillərin varmı, içində kliplər varmı? Olar mı? Yəni, hətta pis zənni çıxardaq da, pis zənn eləməyəsənə qarşı. Deyir, yox.
Deyirəm, sana söz verirəm ki, içində olan hər şeyi özüm siləcəm. Dördüncü nöqtə nə idi? Telefonda lazım olmayan şeylərin olması. Mən artıq mənə bəlli oldu ki, nəyə görə bu qardaş zövcəsini dəvət eləyə bilmir 5 ildir. Və nəhayət bir bacı, müsəlman, möminət bir bacı vasitəsilə onun zövcəsi ilə oturmaq nəsib oldu. Yəni bir möminət bacı gedib onun zövcəsi ilə oturdu və onun niyə namaz qılmadığını açıqlandığı zaman bu mən ondan gördüyüm 4 şeyin 4'ünü də o dedi. Dedi, bu adam mən sabah namazına qaldıra bilmirəm. Əgər israr etsəm qalxıb məni vurur, mənə söyür və məni incitir. Deyir, bu adam səhərdən axşama kimi sigaret çəkir, evə bir dindar gəldikdə kül qabınatan aparıb gizləyir. Dedi, kompüterin qabağında oturur, kimlərlə danışır, kimlərlə danışmır, mənə bəlli deyil, qapını bağlayır. Və deyir ki, və başqa şeylər. Bunlar deməyim. Tam bəlli oldu ki, məsələ nə yerdədir. Sonra o qardaşla başqa bir səfərə çıxdım. Bunların heç birini ona demədən, heç birini onun üzünə çəkmədən o günahları bu ikinci səfər müddətində elə bilmədi. Çünki hər şeyi artıq nəzərə aldıq. Yanımdan bir dəqiqədə olsa belə ayrılmağa qoymurdum. Hətta tualetə gedəndə belə deyirdim, səni gözləyirəm, çox yaxındayam. Telefonunu kimlə danışsa, görsəm ki, öz ailəsi ilə başqa aid olmayan adamlara danışır, düz çəkilirdim. Və mesajlaşmağa deyirdim ki, xahiş edirəm ki, mesajlaşma bu müddətcə. Bir gün, 2 gün, 3 gün, yenə bir həftəlik səfərimiz oldu. Bu insan tam dəyişdi. Hətta mən onu deyim ki, biz yatarkən orada 40 dəqiqə qabaq qalxardı, təhəccüd namazını qılardı, sabah namazını bizləri oyatardı. O qardaş gəldi ailəsinə və heç dəvət eləmədi. O bugünkü gündə tanıdığımız ən böyük xoşbəxt ailəyə malikdir. Zövcəsi də namaza başladı, hətta övladları da. Ona görə qardaşlar, bəzi insanlar gərək şikayətdən qabaq öz əməllərinə fikir versin. Öz əməllərinə fikir versin ki, ailədə necədir onun davranışı, Allahla tək-bətək qaldıqda o nə işlərlə məşğuldur, zövcəsinin haqqını verirmi, hüququnu verirmi, onun gözəl tərbiyəsi ilə məşğul olurmu, evdə danışdığı şeyləri özü ilk növbədə əməl edirmi, bu mühümdir. Deməli, dəvətçi adam birinci ailədən başlayır, onların islahı üçün çalışır. Sonra ən yaxın olan və ən yaxın olan və ən yaxın olan bu şəkildə dəvət edir. Deməli, birinci özündən başlayırsan, birinci özün öyrənirsən, əməl edirsən, sonra ailəndən başlayırsan. Lakin dəvətə başlayandan sonra, başlamazdan əvvəl dəvətçi insanın ən önəmli fikir verməsi lazım olan məsələ niyyət məsələsidir. İnsanın sözü onun ixlasına görə, niyyətinə görə götürülür. Nə qədər sən dəvət əsnasında ixlaslı olsan, nə qədər niyyətin sağlam olsa, sənin sözün o qədər insanların qəlbində yer tutacaq. Sələflərin sözüdür bu. Dəvətdən qabaq, hər hansı bir əməldən qabaq, çalış niyyətini Allah üçün elə, ixlaslı ol ginən və onun səmərəsini sən hal-hazırda oturub gözləməginən. Çünki hidayət Allahın əlindədir. İnnəkə la təhdi mən əhbəbtə və lakinnallaha yəhdi mən yəşə. Sən sevdiklərini hidayətə gətirə bilməzsən, lakin Allahdır istədiyini hidayətə gətirən. Biz əməldən qabaq çalışacağıq ixlaslı olmağa, niyyəti sağlam etməyə, sonra üzərimizə düşən əməli səbirlə, hikmətlə, gözəl hikmətlə dəvətimizə davam edəcək. Allahdan istəyirəm ki, sizi eşitib faydalardan etsin, dəvətimizə bərəkət versin, haqqı ixlasla insanlara çatdıranlardan etsin, haqqı haqq olaraq görüb, ondan möhkəm yapışanlardan etsin, batili batil olaraq görüb, ondan çəkinənlərdən etsin. Allah-Taala'dan diləyirəm ki, bizləri haqdan ayırmasın və bizləri tövhid əhli kimi, müsəlman, mömin kimi yaşayıb, öz huzuruna da bir iman əhli kimi köçməyi nəsib eləsin.